Bugün sənə süni intellektin investisiya bazarlarına müsbət və mənfi təsirləri haqqında məlumat verəcəm. Müsbət cəhətləri: sürət və dəqiqlik. Süni intellekt insan beynindən fərqli olaraq minlərlə informasiyanı qısa müddətdə təhlil edir. Emosiyasız qərar vermə, qorxu və həyəcan hiss etmədən süni intellekt sərbəst qərarlar verə bilir. Risklərin azaldılması. Süni intellekt bazarda baş verə biləcək riskləri əvvəlcədən müəyyən edə bilir. 7/24 işləmə imkanı. Süni intellekt bazarları fasiləsiz izləyir və müvafiq reaksiyanı verir. Mənfi cəhətləri: texnoloji asıllıq. Bütün qərarların kompüter sisteminə həvalə olunması risklidir. Məlumat keyfiyyəti riski. Səhv və ya natamam məlumatların təhlili nəticəsində yanlış qərarlar verə bilər. Gələcək fürsətlər. Tam avtomatlaşdırılmış portfel idarəçiliyi. Süni intellekt gələcəkdə bazarları təkcə analiz deyil, eyni zamanda idarə edəcək. Qlobal bazar inteqrasiyası. Süni intellekt gələcəkdə beynəlxalq diversifikasiyanı asanlaşdıracaq və rahat yatırım qərarları verəcək. Süni intellekt insanı əvəz etmir, lakin ondan istifadə edən investor gələcəkdə ondan istifadə etməyən investoru əvəz edəcək.